Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir video ile karşınızdayız. Bugünkü videomuzda çok maraqlı bir mevzuya toxunacağıq. Aslında bu bir texniki videodan başka, aynı zamanda da bir öğüt nəsihət videosu olacaq. Çünkü artık 62 yaşımız var ve bizim bu gün öğüt nəsihət etmeye elbette ki bir hakkımız var. Biz bu 20 ildir bu sahədə işləyirik və kondisionerlərin təmiri kitabını biz yazmışıq ve inşallah da 3 ildir de kanalımız faaliyet gösterir. Bizim burada istediğimiz neydi? İnsanlara yardımcı olmak. Ve eğer tanıyanlar da bilir ki biz bu kitabı Allah rızası için istenilen adama göndermişik. Eğer bir insan hakikaten de çörək kazandığı bir deməli sənəti dərindən öğrenmek istəyirsə, mütləq o imkan tapıb öğrenecek. Ama bəzi vaxtı biz neler görürük? Bugünkü mövzumuz da məhz ondan olacaq. Bir neçə gün önce bize bir müşterimiz zəng etdi ve bize kondisionerə baxmağa görə dəvət etdi. Ve biz gələndə kondisionerin kompresorun üzerinde yağ olduğunu gördük. Biz kompresorun üzerindeki şunduların bir neçə dəfə yandığını eşitdik müşteriden. Və məlum məsələdir ki, bu şunduların yanmasının en başlıca səbəblərindən biri kondisionerde olan gazın az olmasıdır. Tabii ki biz kondisioneri çöl hissəsi onsuz da yerdeydi. Yüksek təzyiqli quru azot vurub sistemde olan gaz akıntısını yerini təyin etmək istədik. Tapa bilmədik. Kondisioner de böyük olduğuna göre biz her bir hissəni ayrı-ayrılıqda suyun altına daldırmaq istədik. Ve biz 29 bar təzyiq vurduğumuz ve ayrıca kompresoru tamamilə suyun altına soxmamıza baxmayaraq kondisionerde gaz qasağını tapmadıq. Ve bu bizim bir məğlubiyyətimiz deyil idi. Biz indi bunun əlbəttə ki izahını verəcəyik. Məlum məsələdir ki, əgər orada yağlanma varsa, mütləq surətdə orada bir gaz qaçağı var. Əlbəttə bu kondensatorun yağı deyildi. Bu konkret olarak kompresorun yağıdır ki biz 20 ilin ustası herhalde kompresorun yağı ile kondensatorun yağını birbirine ayırt edebilir. Ve biz müşteriye bu kondisioner təmir edilə bilməz diye izah elədik. Çünkü kondisionerin artık 15 yaşı var təxminən ve bu bir LG kondisioneriydi. 15 yıl işləmiş kondisionerin kondisionerə 24.000 butulu bir teze yeni bir kompresor koymak mənasız bir şeydir. Çünkü bu artık yeni bir kondisionerin qiymətinin yarısını təşkil edirdi. Yani biz burada özümüzü o müşterinin yerine koyuruq ki, acaba müşteriye biz bu sözü deyəndə ki, gəlin bunu remont eləyək, gəlin bunu yeni kompresor koyaq dedikdə, bu sözü bize desəydilər ne olardı? Bu sebepten de biz müşteriyi izah ettik ve ona gidip yeni bir kondisioner almasını kesinlikle məsləhət etdik. Bugünkü əslində mövzumuz bu mövzu deyil idi. Yani bir 20 il stajı olan bir ustanın belə bir işten imtina etməsini mən sizə çatdırmaq istədim ki, bu bir məğlubiyyət deyil. Əslində müəyyən bir yere kadar bir insanın, bir ustanın gücü satırıb hər hansı bir şey etmək. Tabii ki biz o kondisionerin kompresorunu dəyişsəydik, kondisioner işləyəcəkdi. Ama qiymətinin yarısına kadar olan bir təmiri etmeye dəyərmi? Əlbəttə bunu müşteri özü qərar verməliydi. Biz də əlbəttə ki bu qərarı müşterinin öhdəsinə bırakmışdıq. Müşteri də yeni kondisioner almağa almağı artıq düşünür. Bundan qabaq bir neçə həftə öncə biz başka bir yenə də LG kondisioneri almışdıq və kondisionerin alarkən də biz kondisioneri yoxlamışdıq və onun həqiqətən də isti verdiğini görmüşdük. Və bu səbəbdən də müşteri bunu bizə satdığına görə biz həmin kondisioneri aldıq və yuyub təmizlədikdən sonra öz seximizdə qurduq və həmin vaxtı biz yoxlayanda nəsə burada bir neçə anormallıq gördük. Kondisioner həddindən az amper yiyir. Yəni 24.000 butulu kondisioner hətta hiçbir şey qoşulmayanda tamamilə yani mağazadan təzə alınanda qoşulanda təxminən 5-5,5 amper tok yiyir. Ama burada işleyen yani 22 içinde gaz olan, daha doğrusu 22 değil deyək ki 427 gaz ile işleyen bir 24.000 butulu kondisionerin 7 amper yeməsi bizi narahat elədi. Biz de təbii ki manometrə də baxdıq və manometrdə də narahat edici bəzi şeyler var idi. Manometrdə qayıdış təzyiqi
Baxmayaraq ki, seximizdə temperatur təxminən 24 dərəcədir, 90 dərəcəyə qədər, 90 PSI-yə qədər qalxmışdı. Və biz həmin vaxtı məşğul ola bilmədik, fikirləşdik ki, vaxtımız yoxdur və 2 gün öncə biz həmin kondisioneri yenidən qoşduq və qoşanda yenə eyni şeyləri müşahidə gördük. Bu kondisioneri qoşmamışdan qabaq da biz nə fikirləşirdik? Fikirləşirdik ki, ola bilər ki, yəni biz nəyə hazır idik? Ola bilərdi ki, usta həmən kompresorda bir təmir işi görüb, hələ içini açmamışıq və fikirləşirik ki, ola bilsin ki, 24.000 butuluq R22 ilə işləyən kondisionerin kompresorun əvəzinə 18.000 butuluq bir kompresor qoyub. Buna biz hazır idik və bu bizim üçün normal olmasa belə ən azı bu işə hazır idik. Fikirləşirdik ki, bir şey olmaz, yəni ən azı kompresoru dəyişərik. Amma biz kondisionerin içərisini açanda nə görsük yaxşıdır. İndi siz ekranlarınızda həmin vəziyyətlə tanış olursunuz. Hörmətli izləyicilərimiz, R22 ilə işləyən bir kondisionerin içərisinə R410 ilə işləyən bir kompresor qoyulub. Bu əslində qalsa bir cinayətdir. Yəni, iqtisadi bir cinayətdir. Yəni, bir müştərinin haqqını pozmaqdır. Mən bilmirəm, siz bu informasiyanı haradan götürsünüz? Hansı alim sizə 410 kompresorunu R22-nin əvəzinə qoymaq oları sizə deyib? Mən bilmirəm. Amma mən sizə onu deyə bilərəm ki, bu sahənin cahilliyidir. Mən üzümüzü üstə tutub deyirəm. Bu sahənin cahili olmayan, əgər bilirsinizsə edin, bilmirsinizsə biləndən soruşun. R22 freonu ilə R410-un arasında əvvəla siz bilirsiniz ki, təzyiq fərqi var. Birinin, yəni R22-nin işçi təzyiqi 16 bar, R410A-da işləyən kompresorunki isə 26 bardır. R22 freonu mineral yağla, R410A isə sintetik yağla işləyir. Sintetik yağla mineral yağ bir-biri ilə qarışdıqda isə çox eybəcər bir maddə əmələ gəlir və çox qısa bir zamanda kapillərin gözlərini tutacaq və ümumiyyətlə kompresor tez bir zamanda sıradan çıxa bilər. Bəs necə olub ki, bizim bu ustamız, dırnaq arası ustamız həmən dediyimiz bu işi görmüş. Böyük ehtimalla bu vicdanlı ustamız, bu dəfə dırnaqsız, çalışmış ki, gedib 22 ilə işləyən bir kompresor tapsın. Amma tapa bilməmiş və bu səbəbdən də bəlkə də kimdənsə soruşmuş, soruşduğu adam da demiş ki, 410-u qoysun, heç bir problem olmaz. Əslində isə bu qədər böyük problemdir ki, artıq bu kondisionerin həyata qaytarılması belə artıq faktiki olaraq qeyri-mümkündür. Nədən? Çünki bu kondisionerin həyata qaytarılması üçün hətta 7 kompresor qoysaq belə yenə də məsələ düzəlməyəcək. Yəni R22 ilə işləyən bir kompresor qoysaq belə məsələ düzəlməyəcək. Nədən? Çünki artıq sistemin içərisi sintetik və mineral yağın qarışığından əmələ gələn eybəcər bir formada maddə ilə doludur. Və biz o maddəni oradan çıxarmaq üçün karbasol adında və yaxud R11 adında freonu almalıyıq və bundan sonra sistemin içi tamamilə yuyulmalıdır ki, heç kim bu işlə məşğul olmayacaq. Hətta dediyimiz məbləğdən də artıq pul vermiş olsalar, heç kim bu işi etməyəcək. Çünki bu çox çətin edilən bir sənət işdir. Eyni zamanda da orqanizmimizə çox böyük ciddi ziyan verə bilən bir prosesdir. Bu səbəbdən bu işlərlə məşğul olmağa da dəyməz. Deməli, siz 410 kompresorunu ora qoymaqla artıq müştərinin kondisionerini tamamilə yararsız bir vəziyyətə gətirmişsiniz. Məgər 410-la siz qoyandan sonra kondisioner soyutdu mu? Əlbəttə ki, soyutdu. Nə qədər soyutdu? Öz gücündən təxminən 60%-ni soyutdu. Biz kondisioneri burada demək yoxlayarkən onun demək giriş və çıxış temperaturlarını ölçdük və orada 10 Kelvin gördük. Yəni giriş çıxış arasında delta T 15 olmalıdır. 15 plus minus 1 olmalıdır. Bizdə isə 10 və yaxud 9 yarım alındı. Bəs bu necə ola bilər? Əgər bu insan 410A kompresorunu 24.000 butuluğu 24.000 butuluğunun əvəzinə qoyubsa, axı nədən zəif soyusun? Kompresor deyilmi? İzah edirəm sizə. 410-un soyuq yaratma qabiliyyəti
R22'nin soyutma qabiliyyətindən təxminən 9% çoxdur. Bu o deməkdir ki, istənilən halda bu kompresor iç hissəyə göndərdiyi freonun miqdarı təxminən 9% az olacaq. Və bizim bu R22 freonu göndərdiyimiz 9% az getdiyinə görə və eyni zamanda da həmən R22 freonu 410 ilə müqayisədə 9% az soyutduğuna görə artıq 9% az göndərilir, 9% da göndərilən freon az soyudur və beləliklə təxminən 18-20%-ə qədər burada bizim itkimiz var. Digər tərəfdən bu kompresor sıxlığı 1060 qram olan 410 qazı ilə işləmək üçün nəzərdə tutulur. Halbuki R22 qazının sıxlığı 1 kilo 210 qramdır. Hörmətli izləyicilərimiz, bizdən qabaq bu kondisioner istehsalçıları bu kondisioneri istehsal etmək üçün aylarını sərf etmişlər. Kapilərin uzunluğunun dəqiq təyin edilməsi, içərisinə doldurulacaq freonun eksperimental yolla dəqiq təyin edilməsi bəlkə onları aylarına aparır. Və bunu edənlər bizi kimi sıravi usta deyil, bunu edənlər kondisioner istehsalçısının injinerləridir, mühəndisləridir. Əgər hər bir şeyi bir-birinə əvəz etmək olmuş olsaydı, o zaman heç bir problem yox idi. Bu kompresoru çıxardım, onu qoyardı, onun əvəzinə bunu qoyardı. Halbuki bu belə deyildir, qardaşlar. Lütfən, başqalarına ziyan vurmayağın. Bayaq dediyimiz kimi, bu adamın kondisionerini siz artıq yararsız vəziyyətə gətirmişsiniz. Mən o kondisionerdən artıq istifadə edə bilməyəcəm. Yəni, yalnız o kompresor oradan çıxardılıb, sadəcə adi bir hava vurmaq üçün istifadə edilə bilər. Yəni, biz onu artıq heç bir kondisionerin içinə qoya bilmərik hətta. Hətta 410 ilə işləyənin içinə qoya bilmirik. Nədən? Çünki artıq o kompresorun içində həm mineral yağ var, həm də sintetik yağ var. Hörmətli izləyicilərimiz, bilmək lazımdır ki, 410 qazı sintetik yağla yaxşı qarışır, 22 freonu isə mineral yağla yaxşı qarışır. Və bunlar hamısı eksperimental yolla, empirik olaraq tapılmışdır. Lütfən bir-birimizin haqqına girməyin. Əgər bir işi görmək istəyirsinizsə, ya o işi həqiqətən də texnologiyasına uyğun olaraq edəyin, ya da etməyəyin. Bir mövzuya da toxunacaq. Biz hələ də başa düşə bilmirik ki, necə olur ki, insanlar bu günə kimi hələ də vakuum aparatları yoxdur və vakuum aparatsız yeni kondisionerləri quraşdırırlar. Vakuum aparatı olmadan kondisionerə qaz vururlar, soyuducuya qaz vururlar. Soyuducunun filtrinin qarşısına balaca bir kapilər boru qoyub, sonra kompresoru işə salırlar. Bu kapilər borudan çıxan hava dayandıqda oranı qaynaq edib sanki içəridə olan bütün havanı çıxarmış olurlar. Hörmətli izləyicilərimiz, bu sadəcə mümkün deyil. Bu sadəcə mümkün deyil. Yəni, vakuum cihazı olmadan sistemin içində olan havanı vallahi, billahi, tallahi çıxartmaq mümkün deyil. Yəni, həqiqətən mən bu şeyləri görəndə mən başa düşə bilmirəm. Siz köhnə, necə deyirlər, 20-ci əsrdə belə şeylər edirdiniz. Ola bilər ki, o vaxt həqiqətən də vakuum aparatı yox idi. Amma bir günlə vakuum aparatının qiyməti 110 manatdır. 110 manat siz əgər verib vakuum aparatını ala bilmirsinizsə, ən yaxşısı gedin başqa bir işlə məşğul olun. Çünki bir kondisioner ustasının, bir soyuducu ustasının olmazsa olmaz cihazlarının başında vakuum aparatı durur. Hörmətli izləyicilərim, ola bilər ki, mənim danışdıqlarım siz kiməsə ağır gəlsin. Çünki mən o adamları cahil adlandırdım. Mən onları cahil adlandırılmaqda məqsədim odur ki, həqiqətən bu işdən əl çəksinlər. Bir insan cahildirsə, o cahillikdən qurtulmağın yolu o bilmədiyi bir şeyi öyrənməkdir. Yaxşı, mən düz demirəm. Girin ChatGPT-yə, girin Gemini-yə, girin internetdə sadəcə axtarış verin ki, R22 əvəzinə 410 kompresorun qoymaq olarmı? Əlbəttə, ola bilər ki, başqa yerlərdə başqa şeylər rast gələsiniz. Məsələn, bu yaxınlarda biz nəyə rast gəldik? R32 freonunu 410 əvəzinə ruslar doldurublar, sonra da deyirlər ki, kondisioner işləyir də. Qardaşım, kondisioner işləyir, nə qədər işləyir? Amma bu günlər artıq həmin adamlar
məlumat yazırlar ki, qoyduğumuz kondisioner bir ildən sonra yandı. Yanacaq təbii ki. Əgər Rusiyada bir ildən sonra yanıbsa, Azərbaycanda bir aydan sonra yanacaq. Nədən? Çünki R32 freonu ilə R410-un freonunun deməli şeyləri, fiziki göstəricilər bir-birinə yaxın olmuş olsa belə, yəni onun təzyiqi ilə bunun təzyiqi bir-birinə yaxın olmuş olsa belə, bunlar tamamilə başqa-başqa şeylərdir. R410 qazının yalnız yarısı R32 freonudur. R32 freonunun soyuq yaratma qabiliyyəti 31% R410-dan çoxdur. Bizim bu barədə dərsimiz olub. Digər tərəfdən, R410 ilə işləyən bir kompresoru R32-nin əvəzinə qoymaq olar. Yəni, sabah biz ustayıq, getdik, gəldik bir yer, gördük ki, R32 ilə işləyən kompresor sıradan çıxıb. Biz də gəlirik, kompresor hissələri satılan mağazinlərin və heç birisində də R32 ilə satılan kompresor yoxdur. O zaman biz 410-u qoya bilərikmi? Xeyr, kəsinliklə qoymaq olmaz. Nədən? Çünki 410-un çıxış temperaturu əgər 80 dərəcə idisə, R32-inki 90-100 dərəcədir. Deməli, eyni gücdə siz kompresor qoysanız, artıq sadəcə dolaqlar sizin o R32 üçün hesablanmadığına görə qısa bir zaman sonra həmin R410 ilə işləyən kompresor sıradan çıxacaq. Eyni zamanda da bunların yenə də yağında da problem var. Hörmətli izləyicilərimiz, velosipedin 3-cü təkərini icad etməyin bir mənası yoxdur. Vaxtında yox deməyi, vaxtında imtina etməyi bacarmalıyıq. 20 il bundan qabaq bizim bir gözəl bir tanışımız var idi. O tanışımız bizə Yusuf müəllim. Biz bütün dünyada olan kondisioner, xarab olan, işləməyən kondisionerləri düzəltmək məcburiyyətində deyilik. Mən də indi bu sözü sizə çatdırıram. Biz məcbur deyilik ki, bütün dünyada işlənməyən kondisionerləri düzəldək. Hər bir şeyin ömrü olduğu kimi bu metalın da bir ömrü var. Əgər artıq metal yorulubsa, biz onu reanimasiya edə bilmirik. Necə ki, bir insan qocalandan sonra, müəyyən bir zaman keçəndən sonra ölüb bu dünyanı dəyişir, burada da eyni şeydir. Bununla sadəcə barışmağımız lazımdır. Hörmətli izləyicilərimiz, mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Əgər kiməsə bu kitab lazımdırsa, lütfən bizə WhatsApp-da bir mesaj göndərin, biz də sizə onu PDF formatında göndərək. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.